inanıram ki, Azərbaycanın dünyanın çünki etibarlı olduğundan bu qabiliyyət ən yüksək. Mən etibara yəni və ya sevgilərim gözəl tutmaq ki, tarix müəllim qarşısında hesabat verəndə özünü çox məsuliyyətli hiss edir ki, müəllim var. Müəllim isə o şagirdin yüksəklərə qalması vələdi görəndə özünü o qartal zirvəsində, yəni ən yukarıda özünü istəyir. O heç vaxt evladın öz dəstəsi şagirdinə fərq qoya bilmez. Çünki o müəllimdir. O müəllim. Mən etibarən, yəni Sevil müəllim həyatın çıxışına gəlsədə, Sevil müəllim bir səbəb verdi. Mən ona etibarın müəllimdir kimi çox sağ olun. Etibara qələm tutuyor. Çox sağ olun. Mən öz demək, bu neçə işlədiyi müəllimliyə aləmində heç nə bilməmişəm. Demək müəllimlər, şagirdlər çıxmışam, bu mənim fəxrimdir. Eyni zamanda ona müəllim kimi deyirəm, çox sağ olun və bu işində davam edir. Neçə illərdə Nalə müəllimə sinif rəhbər olmuşam, yəni hər ikisi sinif. Nalə müəllim də çox yüksək savada, çox yüksək tərbiyə malikdir. Qız oldu. Amma Nalə müəllim gün mənim gözümdən şagird kimi, nə bir yaxşı mütəxəssisdir, yox, qayğıkeş bir ana kimi. Qayğıkeş bir ana kimi onun qarşısında mən deyirəm ki, müəllim kimi hər ikisinin, həm müəllimin, həm ananın qarşısında baş alır. O, hər ananın boş yerə hərdən belə verir. İndi onlar bana hesabat verir. Mən onlara ən yüksək verirəm. Nalə müəllim, çox sağ olun, çox minnətlərəm. Mən arzu edirəm ki, etibarının ışığını, nəinki sən, bütün dünya, ya bunun təsiri yazsın, etibar, bala, sən mənə nəvə düşünürsən? Sənə xıbırlar arzu edirəm. Arzu edirəm ki, neçə əsərlər seçin, neçə arzuların həyata geçsin. Və indi bizim ömrümüz çatmasa da, gələcək nəsil silsin. Baxın, nümunə götürün. Demək, hər şey sizin özünüzdən asılır. Nə istəsəniz ona mal ola bilər. Mən nə deyirəm, etibar, yenə də deyirəm, ən əsas sağlıqdır, bir də yüksək zirvələrə qalxmaq, mən bir nənə kimi, bir qocaman müəllimə kimi sizə adresam var. Əvvəlini qaytarmış kimi hiss elədim. Allah sizə can sağlığı versin. Bir də mən bir şey deyim ki, mən Anar Musalov məktəbinin bütün kollektivlə çox minnətdarım. Onlar 11 il, hər gün etibarı o qapını açırlar. Çox sağ olun. Onların etibarın üstündəki zəhməti, onların etibar üstündəki zəhməti mənim. Ben işte olmuşam, evde olmamışam, 11 il. Onlar ona ana da olur, bacı da olur, müəllim de olur, yoldaş da olur. Her yerde onun için olurlar ve bugün de onun için artarlar. Ve bu merkezin direktoru Nalə müəllimə, etibarın İngilis dili müəllimlərindən biri olur. Ve bugün o öz yetirməsi için burada tərbiyə edir. Afganistan'ıma diyecek sözüm daha çok, çünkü etibar əlindən nə gəlir edir, Sevil müəllimə hər addımında yapır. Hər yazıları əsərində yapılmışdır. Və biz bugün tədbir üçün bir tərəfdən sizə çox bizim kimi yenə deyirəm, hər ananın, yəni açıq deyirəm, hər ananın günəridir ki, belə bir oğul yetişmişdir. Hər ananın.
bugün etibarı sevib buradadırlarsa, onun en değerli okuyucular olur. Sağ olun. Bugün burada iştirak edenlerin hamısı etibarı olan parti ve isteklerle var. Onun poeziyasını canlandırmak için büyük sevgi gösteren insanlar. Bu istiqamlı insanın hayat yolunu nəzər saldığı görülür ki, etibar şehirlerle yaşanır. Şehirlerle həmahəngdir. Onlar muhakkak olmak, ikisini birbirinden ayırmak iyi duruşudur. Yine sözü vererek şehir diyen uşaqlarımıza etibarlı şeylerden dilerim. Səndən bənövşəyə, güləndə yasəmənə, yağışda zəncülünə, bənzəyirsən gözəldir. Danışanda, güləndə, sevinib əylənəndə, səmən çiçəklərinə, bənzəyirsən gözəldir. Baba qonşu canandır, mənə çönüb verərdir. Ya bitməsinləyən qız, ya sevgisi gözəldir. Gözlərini süzən qız, ürəyimi üzən qız, bu ya mənim qəlbimə sevgisini üzən qız. Güllər kimi atan qız, boş əqlilər satan qız, görüşməcəz etsən sevincindən utan qız. Üzündə gülüş ola, ağlını başdan ola, bu ya olan görüşlər, ömürlük bizim ola. O üçün əllərindən, o incə şüküretindən, öpün qara terindən, ya sevgisi gözəldir. Gülüşləri gözəldir, baxışların özəldir. İnan mənə sevgilə, ya sevgisi gözəldir. Gəldə bahar, həmişəliyi nədirdir, tərbiyyət edilmiş görücü yağışı, dağ sarının aşı, uçan duygularının yaxşı vermişlər. Bu axşam görüşün özgər sızlar, yarından qonaqları valəm sarı, baxışları məhməri tərbəmişlər. Yaxşılar heç məncəri, məndəşədir. Bu axşam gəlib, ürək daşmışır. Selam sevgi, ilina, ikimizi bağışlar, ürək dərinci, məhəbbət sevgi, yatırlar. Mən dağları sevirəm, zirvəsində qarı var, dumanların dağ başında yeri var, buludların üstündə gələcək yağışı var, meşələrin dağlara çox gözəl naxışı var. Mən qartalı sevirəm, qayalarda yeri var, o qayalarda yeri var, qaplanların, aslanların, ormanlarda yeri var, güllərin, çiçəklərin, çəmənlərdə yeri var, qocaman ağacların, meşələrdə yeri var. Mən qaranquşu sevirəm, bahardan müjdəsi var. Bülbüllərin güllərə sevgidən nəğməsi var. Pəhləmənin alovlarda alışıb yanması var. Kəpənəyin çəmənlərdə, çiçəklərdə yeri var. Mən qızıl gülü sevirəm, Peyğəmbərin adı var. Qalənin yanlarında simsiyah xallar var. Boynu küçük bənövşənin çöl dibində yeri var. Utancaq mərkəzlərin vaxtalarda yeri var. Thank you.
Etibarın müəlliməsi olmuş Tahir müəllimə. Mən bugün burada iştirak edən hər kəsi salamlayıram. Bütün uşaqlara təşəkkür edirəm. Hamının diqqətinə çatdırmaq istəyirəm ki, burada oxuyan, oynayan, şeir danışan uşaqlar hamısı öz xoşundan gəlir. O da deyib, mən də şeir danışmaq istəyirəm, mən rəqs eləmək istəyirəm. Biz hələ əksəriyyətini azaltdıq ki, yəni vaxt çərçivəsində olsun, biraz azaltdıq. Yəni demək istəyirəm ki, Etibar, bütün bunların hamısı sənə olan sevgidən irəli gəlir. Sən gənc yazar kimi artıq öz sözünü demirsən. Biz Etibarla tanışdığımız uzun illər bundan əvvələ gedir. Mən onun ingilis dili müəlliməsi kimi məşğul olan zaman çalışıb ki, tez dərslərini yazsın, qutarsın. Mən qutarım tez, Etibar bunu da yazıb, tez qutarım ki, şeirlərini istəyirdi oxusun. Hələ o uşaq vaxtlarından yazmağa başlamışdı. Bu şeirimi də təzə yazmışam, bu şeirimi belə yazmışam, bunu belə işləmişəm. O istəyirdi ki, o vaxtdan istəyirdi ki, onun şeirləri okunsun, sevilsin. Və artıq bu güzel arzuna çatmışsan, sənin şeirlərin sevilir, okunur. Sənin artıq kitabların nəşrdən çıxıb, mən bilirəm ki, sən roman yazmışsan, artıq onun üzərində də işləmişsən, yekunlaşmaq üzrədir. Mən sənə bu gələcək işlərində uğurlar arzu edirəm. Arzu edirəm ki, bax, uğurların axarlı olsun. Sənin səsin gün o gün olsun ki, respublikamızda, respublika səviyyəli sənlə görüşlər keçirilsin, sənin kitab təqdimatların respublika səviyyəli olsun. Biz fəxr edirik ki, bizim məktəbimizin Anar Mürsəlov adına 2 saylı orta məktəbin belə bir geçirməsi var. Məktəb üçün böyük bir fəxrdir ki, onun gənci, onun məzunu dünyanın artıq çox ölkələrində tanınır. Təbrik edirəm səni. O gün olsun ki, gələcək uğurlarla qarşılaşaq səndən. Çox sağ olun. Təhsil Şurasının müavinlə Etibar haqqında bütün işlər çıxartıb gəlmişlər. Çox sağ olun. Hər birinizi xoş gördük, hörmətli tədbir iştirakçıları, dərslərimiz. Yəqin hardasa başqa çox görmürəm deyən adını görmürəm. Az öncə xanım ki, şeir deyənlər, rəqs edənlər, mən də hesab elədim ki, öz məhsulumuzdur. Söz məzərini Yox, ümumiyyətlə mədəniyyət sahəsinin yetişdirici bir məhsulumuzdur. Elə olsa daha yaxşı. Elə də olmalıdır. Və hətta burada mən yeni bir yerimizə müəyyənləşdirdim. Deyək ki, Sevil müəllim məsələsində hansı ki, müəllim deməli, Etibar bəy deyirlər ki, ana müəllim və nənə müəllim. Müəlliminin müəllimi ona nənə müəllim. Və doğrudan da hətta şagird qarşısında, şagirdi haqqında müəllimin qarşısında hesabat vermək bu gün elə təhsildə dövlət ictimai xarakterli təhsilin idarə olunması məsbaqlıdır. Ki, öz yetişdirdiyi şagird haqqında öz müəllimə hesabat verir, müəllim də həmin şagirdlərini, hansı ki, müəllimləri xidmətləndirir, onu deyər. Və həqiqətən Etibarın yaradıcılıq qabiliyyətinin formalaşmasında siz müəllimləri böyük əmək var. Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin böyük əmək var. Və Anar Mürsəlov adına 2 saylı tam orta məktəb hətta təhsilin, o inspektorlarının, təhsil mütəxəssislərinin müəyyən bir fikirlərini alt-üst edir. Bu mənada ki, həmişə bir dəfə də orada qeyd eləmişəm, çox təşkilata da istəmirəm olsun. Kişi müəllimlərinin məktəblərində, yəni kollektivdə az olması, deyirlər vətənpərvərlik ruhunda şagirdlərimizin böyüməsinə öz əks təsirini göstərir. Ancaq biz baxırıq ki, Anar Mürsəlov imsanında bu belə deyil. Qadın müəllimlər öz müzayəti ilə, öz əməlləri ilə, öz prinsipalları ilə sübut edirlər ki, xanımlarımız da gün kimi ötəsindən gələ bilər və Etibar kimi evlatlar yetişdirə bilər. O cümlədən də anası Nailə xanım, mən deyərdim, nümunəvanadır və mən müəllimləri və Nailə xanım da həm eləyərəm ki, Etibar sayəsində heç də onların əziyyəti hədər getmir. Çəkilən hər bir əziyyət 2 dəfə, 3 dəfə özündən artıq uğur gəlir.
və gətirəcəkdir. Buna da əminəm. Təhsil sahəsinin məqsədi biz bilirik ki, dövlət qarşısında öz məsuliyyətini dərk edən, vətənpərvərlik və Azərbaycancılıq ideyalarına sadiq qalan, milli adət-ənənələrinə hörmət edən, müstəqil düşünən və yaradıcı düşünən bir şəxsiyyət yetişdirmək bu təhsilin məqsədidir. Bu gün etibarı sayəsində mən hesab edirəm ki, təhsil, o cümlədən dönümsel olmaməklər, o cümlədən müəllimləri, valideynlər o məqsədə çatıblar. Etibarda biz vətənpərvərlik görürük. Milli adət-ənənələrimizi yaşadıb gələcək nəslə ötürmək görürük və onunla yaradıcı düşünmə potensialının daim inkişaf etdiyini görürük. Ona görə bir təhsil işçisi kimi mən də etibarla fəxr edirəm və etibarın bütün tədbirlərinə həvəslə gəlirəm, həvəslə iştirak edirəm və bundan sonra da etibar nə qədər tədbirim olsa, dəvət alsa, sevinə-sevinə gəlib iştirak edəcəm və səni həmişə uğurlarından təbrik etməyəcəm. Və az Hörmətli qonaqlar, gəlin indi də sözü sərəfkarın özünə verək, etibarsız sənin. Ben bugün buraya gelen belediyeler her bir kese teşekkürümü bildireceğim. Ve İdare Edir Merkezi'nin ben direktörü Mehmet Hanım'a minnettarım ki bugün bu tədbirlərimizin təşkil elədi. Ve bu tədbirdə həzrəti keçən bütün məktəbimizin gənc körpələrinə, uşaqlarına minnettarım ki mənim şehirlərimi bu cür feyladılar, səsləndirdiler. Ve ben çok sevinirəm ki, bugün mənim şehirlərimi sevilir, gənclər tərəfindən diqqət göstərir, minnettarım herkese.
Gelin, gelin. Üzrü bu tarafa tut bari. Arkasında Bilirsiniz ki, səhər onlarda zəhmətli Kərvan müəllimin il mərasimidir. Buna baxmayaraq, Adlə müəllim dedi, Etibar adını eşidən kimi dedi, mən məmnuniyyətlə gəlirəm. Adlə müəllim, sizə təşəkkür edirəm. Bu tədbirdə iştirak elədiyinizə görə, bizi sahib dəyər verdiyinizə görə. Mən baxsam, siz çox dəyərlərsiniz. Ev yoxdur, qoy təki şagirdlərimiz hansı sahədə, hansı səviyyədə olsalar da, qoy bizə zirvə gətirsin, ucalıq gətirsin. Mən bu kitabı özlərimlə təqdim etmək istəyirəm sizə. Qoy daha çox etibarın kitabları olsun. bu iş tərəfə çökər. Adlə müəllim bu tərəfə belə baxın çökər. Baxın Adlə müəllim. Bu dildə çəkin. Hafif. Şagirdlərimizə də daha da məsuliyyətli olur, daha da dəyərli insanların qədrini bilir. Etibarsa, laf yüksək sirrələri tərk edəmək. Rızvan müəllimizə də təşəkkür edirəm. Dedi, o qədər işimiz var, Nazım müəllim dedi, yox, Rızvan müəllim bilməsin. Dedi, yox, etibarına çəkilsə, mən ona geçərdim. Bu akıbətini təbrik edirəm. Ona yeni nailiyyətlər arzu edirəm. Müəllimlərə təşəkkür edirəm. Anasının Ailə xanıma çox təşəkkür edirik ki, belə bir evladı dünyaya gətirib, tərbiyəsini verib, istedadını da bütün dünyaya tanıtırır. Etibar çox istedadlı oğlandır, çox istiqamlı oğlandır. Biz onu hamımız çox sevirik. Etibardan sən bir dənə kitabı tam ürəklə istəyirəm. Və istəyirəm onu hər gün oxuyam. Bu yüzden baxardı da. Bunu da tərtib qalasın. Balacalar bu yüzden baxın, mən şərki çəkirəm. Uzaq deyil. Balac Zeynep, bura bax, az Zeynep, az Zeynep. Zeynep, bura bax. Ha, götür. Bak böyle. Var, çatır. Yok, var, çok. Aziz dostlar, hörmətli qonaqlar. Bizimlə bugün burada iştirakınız üçün sizə təşəkkürümüzü bildiririk. Gənc yazarımıza bundan sonraki həyatında və yaradıcılığında uğurlar arzu edirik və bütün qəlbimizlə arzulayırıq ki, Etibarın əsərləri nəinki Azərbaycanda, bütün dünyada da sevilsin, okunsun və hörmətlə qarşılansın. Hər birinizə təşəkkürlər.